Hansı şüalar tənböləndir? Tənbölən olması üçün bucaq yarıya bölünməlidir. Burada bucaq 1, 2, 3, 4, 5. 5 dənə deməli ayrı-ayrı ölçülərdə bizə bucaqlar verilib. A, O, F 5 yerə bölünüb. Və baxaq. Deməli 17, 18 tənbölən deyil. 18, 21, 21, 14 və 14, 25 də tənbölən deyil bir-biri ilə. Lakin 17 ilə 18-in cəminə baxsaq, burada olacaq 35. 21 ilə 14-ün də cəminə baxsaq, görərik ki, bu da olur 35 dərəcə. Deməli, OC tənböləndir. OC olan variantlara baxaq. Deməli, digər variantlarımızı atırıq. OC tənböləndir. Baxaq, deməli, birini tapdıq belə deyək tənbölənimizin. Digərinə baxaq. 18 ilə 21 eləyir, deməli, 39. 14 ilə 25, bu da olur 39. Deməli, ortada hansı şüadır? OD şüası. Deməli, OD də tənböləndir.